Daxili İşlər Nazirliyinin kibercinayətkarlıqla mübarizə baş idarəsi vətəndaşların şəkillərini təhqiramiz formada montaj edərək sosial şəbəkələrdə paylaşan və silinməsi müqabilində pul tələb edən daha bir nəfəri saxlayıb. Bu istiqamətdə kiberpolisin həyata keçirdiyi əməliyyat texniki tədbirlər nəticəsində qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 21 yaşlı Mir Hüseyn Atakişiyev saxlanılıb. Müəyyən olunub ki, Mir Hüseyn Atakişiyev TikTok, Instagram və Telegram sosial şəbəkələrindən qadınların foto və video görüntülərini əldə edib. Daha sonra o, həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz yazılar yazaraq, saxta hesablar vasitəsilə təkrar sosial şəbəkələrdə paylaşıb. Mir Hüseyn Atakişiyev foto və video görüntülərin daha çox yayılmaması, həmçinin silinməsi müqabilində zərər çəkən xanımlardan müxtəlif məbləğlərdə pul tələb edib. Faktla bağlı baş idarədə cinayət işi başlanılıb. Mir Hüseyn Atakişiyevə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Telegram, Instagram, TikTok sosial şəbəkələrindən xanımların şəkillərini götürüb əxlaqsız formada montaj edib silinməsi qarşılığında pul tələb edirdim. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Bir daha bildiririk ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşdığınız hər bir foto və video müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və sui-istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara sosial şəbəkə hesablarında şəxsi foto və videolarını paylaşarkən son dərəcə diqqətli olmağı, şəxsi məlumatlarını və görüntülərini tanımadıqları şəxslərlə bölüşməməyi, şübhəli mesaj və təkliflərə inanmamağı tövsiyə edirik. Unutmayın ki, şəxsi məlumatların qorunması ilk növbədə hər kəsin öz məsuliyyətidir.